Herkese salam, kanalıma hoş gelmişsiniz. İlk Xizək videomdan sonra biraz ciddi kontentə geçtik. Polşada necə iş tapmaq olar? Kanalımda ümumi olaraq həm səyahət, həm Polşadakı vəziyyət, həm bu şəkildə, yəni iş necə tapılır, Polşada qiymətlər necədir və yaxud da ev qiymətləri necədir? Bunların hamısını cavablamağa çalışacağam. Təbii ki, zaman zaman. Və ilk olaraq başlamaq istəyirəm, yəni bu tip videoların ilki Polşada ilk köçdüyüm ay 2 iş tapdım və bunu necə etdim? Əslində bu mənə də çox böyük bir sürpriz idi, gözlənilməz hal oldu. Çünki ən azından iş tapacağımı düşünürdüm. 2-3 ay çəkəcəyini və bir iş tapacağımı düşünürdüm. Amma dediyim kimi iyun ayında Polşaya gəldim və iyul ayında artıq 2 işim var idi. Bunun hamısını detallı şəkildə sizinlə paylaşmaq istəyirəm. Çünki istifadə etdiyim yöntemlər mənim üçün faydalı oldu. Düşünürəm ki, sizin üçün də faydalı olacaq. Bu biraz tələbə yönümlü video olacaq. Çünki mən öz təcrübəmdən danışdığım üçün burada təhsilimi almışdım və o şəkildə işlərə müraciət edirdim. Ona görə də əgər Polşaya gəlməyi düşünürsünüzsə və ya hal-hazırda Polşadasınızsa və aktiv olaraq iş axtarırsınızsa, bu video sizin üçün faydalı olacaq. İlk olaraq ingilis dili. Təbii ki, ingilis dili artıq dövrün tələbinə çevrilib. Hətta bizim ölkəmizdə də əksər işlərdə ingilis dili, rus dili biliyi tələb olunur. O cümlədən də Avropa ölkəsi olduğu üçün Polşada da bu tələb var. Çünki bizim özəlliklə müraciət etdiyimiz şirkətlər beynəlxalq şirkət olduğu üçün və mənim şəxsən polyak dili biliyim olmadığı üçün hamısını ingilis dili şirkətlərə müraciət edirdim və bunun üçün də çox professional şəkildə ingilis dili biliyiniz olmasa da ən azından müsahibədən keçəcək dərəcədə, yəni B1, B2 səviyyəsində ingilis dili olsa çox super olacaq sizin üçün və yəni işiniz daha asanlaşmış olacaq. Və ikinci olaraq isə özünüzə güvənməyiniz. Bu söz yox, hər videoda hər kəsin dediyi cümlə ola bilər, özünə güvənmək. Bunu mən necə etdim? Belə deyim, mənim özümə güvənim var, amma fərqli bir ölkəyə köçürsən və hər gün zənglər gəlir və yaxud da mail gəlir, onları cavablandırmalısan, hansı şəkildə cavablandırmaq lazımdır, yəni müsahibədə nələr etsəm daha uğurlu olaram. Buna artıq bu həm də biraz təcrübədir, özgüvəndən əlavə biraz da təcrübədir. Zaman daha da öyrəşirsən və daha da professionallaşırsan. Amma mən bunu təcrübəm olmadığı zaman, belə deyim, psixoloji cəhətdən özümü hazırlamaq üçün Azərbaycanda olduğum müddətdə, məsələn, iyun ayında bura gələcəyimi bilirdim. Artıq mart ayından etibarən CV göndərməyə başlamışdım. Yəni hesabladım ki, 3 ay müddətində əgər bir şirkətin işçiyə ehtiyacı olsa, onlar mənimlə əlaqə saxlaya bilər və yaxud da ən azından məni istəməsələr də bir yoxlamış olacağam, cəhd etmiş olacağam. Və orada işlədiyim müddətdə hələ Polşadakı işlərə müraciət edirdim və bəzi şirkətlərin tələbləri odur ki, ilk olaraq sizinlə telefonla əlaqə saxlamaq istəyirlər və mənim CV-mdə Azərbaycan nömrəsi olduğu üçün təbii ki, bu ehtimal sıfırdır. Çünki buradan Azərbaycana zəng vurmaq və əgər oradan qəbul alsam da relocate package deyə bir sistem var. Onun mənası, yəni əgər siz başqa bir ölkədəsinizsə və ya başqa bir şəhərdəsinizsə və şirkət sizi işə qəbul edirsə, bütün xərcləri özü qarşılamalıdır. Amma mənim o dərəcədə tələb olunan bir sahədə heç bir təcrübəm yox idi. Ona görə də o tip şirkətlərə müraciət edə bilmirdim. Və bu səbəbdən də hansı şirkət ki yazırdı, yəni maillə əlaqə saxlamaq mümkündür. Mən onlara müraciət edirdim və belə yadımdadır ki, hər gün səhər yuxudan duran kimi mailimə baxdığım zaman ən azı 3 şirkətdən rədd cavabı gəlirdi və ilkində çox pis olmuşdum. Artıq bu davam eləyirdi hər gün və bir dönəmdən sonra artıq öyrəşməyə başladım. Hətta dostlarıma da deyirdim ki, bugün 2 dənə rədd gəldi, çox pisəm, yəni əslində çox gəlməli idi. O qədər hazır idim ki, artıq mənə şirkətlərin rədd cavabı verməyindən. Amma belə artıq tam şəkildə özgüvənim yerinə gəlmişdi ki, artıq necə deyim, mən özümü bacarıqsız hesab etmirdim. Sadəcə o şirkətin tələbinə uyğun deyiləm və yaxud da mən Azərbaycanda olduğum üçün şansım daha azdır deyə düşünürdüm. Polşaya gəldikdən sonra başqa bir şəkildə iş axtarmağa başladım
və bu da ilk olaraq LinkedIn idi. Bunu düzü bu proqramı mən Azərbaycanda çox istifadə etmirdim. Sadəcə hesab yaratmışdım. Yəni bu proqram vasitəsilə iş tapmamışdım, amma iş tapanları da tanıyıram, çoxdur. Yəni Azərbaycanda da məşhur platformalardan biridir artıq. Və mən də belə qərara gəldim ki, niyə də yox, hesabımı gücləndirməliyəm. Əldə etdiyim sertifikatı yerləşdirdim və özüm haqqında məlumat paylaşdım. Artıq yararlı olduğunu ilk başlardan anlamağa başladım. Çünki məsələn orada open to work var, yəni bütün iş imkanları açıq. Bunu etdiyiniz zaman və siz hansı sahədə uğurlarınız varsa, hansı sahədə çalışmaq istəyirsinizsə, profilinizdə, yəni hesabınızda onları doldurursunuz və HR-lar da özlərinə işçi axtardıqları zaman, şirkətə işçi axtardıqları zaman sizin profiliniz onların qarşısına çıxır. Çünki siz hal-hazırda iş axtarışındasınız aktiv olaraq və bu sahələrdə təcrübəniz var. Ona görə də onlar sizinlə əlaqə saxlayırlar. Mənimlə əlaqə saxlamışdılar. Çox sevinmişdim bunda. Ən azından LinkedIn profilimin güclü olduğunu düşünmüşdüm. Digər mərhələ isə refer olunmaqdır. Bəs bu necə bir prosesdir? Bunu bu şəkildə izah edeyim ki, məsələn, Azərbaycanda hər hansı bir bankda işləyən bir tanışınız var və siz də o bankda işləmək istəyirsiniz. Və o tanışınızdan xahiş edirsiniz, sizin CV-nizi sistemdə yerləşdirir. HR da həm digər işçilərdən, həm sizin tanışınızdan gələn CV-lərə baxır və əgər sizin CV-niz uyğundursa, sizi işə qəbul edir. Və Polşada da bu şəkildədir. Polşada əgər, yəni digər ölkələrdə də təbii ki, əgər sizi refer edirlərsə, işə qəbul olduğunuz işləməyə başladıqdan 3 ay sonra sizi yönləndirən insana da müəyyən bir vəsait verilir. Yəni həm də onların bir istəkləri var sizi işə alınmanız üçün. Bu da sizin də işinizə yarayır təbii ki. Referi necə tapa bilərsiniz? Facebookdakı qruplardan. Məsələn, yəni düşünürəm ki, hər kəsin xəbəri var, Polşada yaşayan Azərbaycanlılar qrupu var, Expats in Poland və yaxud da in Krakow, hər hansı bir şəhərdəsinizsə o qruplara daxil ola bilərsiniz. Həm özünüz yaza bilərsiniz, bəs mən CV-mi göndərim, məni refer edin, həm də orada yazılan insanlara komment yaza bilərsiniz, yəni şərh olaraq bildirə bilərsiniz ki, sizi refer etsinlər. Mən birinci işimi yəni LinkedIn-dən tapmışdım, ikinci işimi refer vasitəsilə tapmışdım. İlk işim Cognizant'da Content Reviewer, yəni və ikinci işim isə Netflix-dədir. Netflix-də müştəri xidmətləri. Azərbaycandan və Türkiyədən olan Netflix-ə bağlı şikayət və bütün sualları cavablandırırıq. Yəni, əgər zəng vursanız, mənimlə ünsiyyətdə keçmə ehtimalınız %90-dır deyə bilərəm. Özəlliklə də günorta saatlarında. Mən təbii ki, bir işdə işləməyi düşünürdüm. Sadəcə işdən qəbul gəldi. Dedim ki, bəs niyə də yox? İkisində də təcrübəm olsun. Həm mən burada CV-mi gücləndirməyə çalışıram. Polşada iş təcrübəmi, yəni backgroundumu daha da inkişaf etdirməyə çalışıram. Ona görə də iki iş mənim üçün hal-hazırda çox sərfəlidir. Ümid edirəm ki, hər kəs iş tapacaq bir gün və buraya hər kəs müəyyən bir arzusunu gerçəkləşdirmək üçün gəlib. Əgər hər hansı bir sualınız varsa, mən Krakow şəhərindəyəm. Bu şəhərlə bağlı və yaxud da işlə bağlı və yaxud da ola bilər ki, bunlar mənim təcrübəmdir. Mən bu şəkildə uğurlu oldum. Amma siz yoxlamışsınız, başqa bir şəkildə uğurlu olmuşsunuz. Onu da bizimlə paylaşa bilərsiniz. Və əgər iş axtarışında olanlar varsa, onlardan istifadə edə bilər. Mən yenə də bu videonun faydalı olacağını düşünürəm və hər zamanki kimi əgər videomu bəyəndinizsə kanalıma abunə olmağı və videonu like etməyi, əgər istəyirsinizsə təbii ki şərh yazmağı unutmayın. Digər videolarda görüşərik. Hələlik.